Getdiniz banka kredit götürməyə, amma sizə kredit vermədilər. Niyə? Çünki sizi riskli müştəri gördülər və s. və axır. Burada hesablama necə gedir? DTI var, cash flow var. İndi mən bunları sizə xalq dilində izah edəcəm. Fatma xala gedir banka. Deyir, əvvəla etmə eləmə. Mənim 5000 manatlıq bir kreditə ehtiyacım var. Ayda da 500 manat ödəyəcəm. Bank deyir, yaxşı. Birinci hesablama DTI, debt to income ratio. Bunu qoyduq cibimizə. 500 manatı bölür 1000-ə. Alır 50%. Demək ki, sənin gəlirinin 50%-i kreditə cəlb olunacaq. Bu cibdə. İkinci məsələ, cash flow, yəni baxır ki, bu Fatma xala 1000 manat alır, amma bunun 600 manatı Fatma xalanın xərclərinə gedir. Geridə qalır 400 manat. Bəs yaxşı, bu Fatma xala 500 manatı necə ödəyəcək? Olmur. Misal örnək verirəm. Deyir ki, bunu 2 ilə böldük, 250 manatdan eləyir. Onda deyir ki, Fatma xala, sən lütfə bir dənə, 2 dənə zamin gətirsən, risk şeyini daha ortadan qaldırmış olaraq və bu kreditdə mənsə problem yoxdur. 2 dənə zamin gətir, bir dəqiqə verirəm. Bax, o oradan qaynaqlanır. Bunu mən sizə izah elədim. Bu kimi videoların ardı gələcək. Bokdan kredit götürəndə niyə vermirlər və s. və axır. Onların hamısını sizə izah edəcəm. İzləmədə qalın. Amma düzünü deyin, hansı banka nə qədər borcunuz var?